Çok sağ olun. Teşekkür ederim. Ben sizden başlamak istiyorum. Hoş sözleri sonra okuyacağız. Medeniyet Merkezi, Marraul şehirde Azerbaycanlıların Medeniyet Merkezi rəhbəri Fazil Həsənov. Sözlerden onun burada portretini de ben şey ederim. Çok sağ olun. Yazarsın, bozarsın benim sağlığıma. Çok teşekkür ederim. Сау. Çok Это sağ olun. вам, я вас хочу поздравить. С дипломом поощрять. Да, вот я же вам сказала, что я, значит, здесь подчеркнула это. Может быть, вы там потом перевод возьмете и это, да, и увидите мои добрые слова и пожелания. Это мой дед, который построил 98 зданий. 98-12 Огромное спасибо вам. Кетива, вам вручает диплом, пожалуйста, подойдите. Вы переведете то, что я сказала, хорошо? Это вам, это вам, это вам. Это мой дед построил 98 зданий. Да, это ваш подарок. Это ваш Она очень благодарна. Да, я тоже, я ценю ваши доброту и гостеприимность, потому что вы сегодня столько доброго сделали для Азады Хану. Не будь она, нас бы тоже здесь не было бы. Во имя того, что ее юбилей, и вы обратили на это внимание, устроили ей такой банкет, поэтому мы должны были, и мы радуемся, что мы сегодня с вами вместе. Нария, нужно без... Я понял. Все время говорится о ней без границ. Siyavuş benim. Siyavuş yumur. Siyavuş. Siyavuş uygun. Zəhmət olmasa yaxınlaş. Azərbaycan-Gürcüstan dostluq əlaqələrini nötrələndirən jurnalist, publisist Siyavuş uygun. Buyurun. Dediniz mən gələydim də, Siyavuş mənim. Mən çox şadam ki, siz mənim yanıma gəldiniz. Bir dənə portret çəkdirək. Çəkdirək. Bu da bizim diplomumuz. Bir dənə əlçə alın Siyavuş mənim üçün. Əziyyət verdik ona. Sabah benim diplomu da tərtib olur. Buyurun. Buyurun. Çok teşekkür ederim. Sağ olun. Nizam benim dostum. Biz onunla haradaydık, çay içmişik. Bir kısmen çörek kesmişik. O хлеба-соль мы с ним делили вместе. Evet, sağ olun. Nizam benim, bu da sizin diplomunuz. Anlaşmıştık ki. Ela gosta que eu podia usar, eu acho. Ela basıyor. Allah sen şaba versin. Publisiz yazıcı. Yani o da Gürcistan, Azerbaycan əlaqələrinin dostluq əlaqələri mükəmməlləşməsi uğrunda sabah verdik onu. Bu da onun hədiyəsi. Yox, bu da onun hədiyəsi, bu da onun bukleti. Çox sağ olun. Sonra bir dənə yaxşı mahnı çalarlar, görərsin necə oynayıram mən. Mahnıdan söz istəyən onda Nəsib Cəfərov dəvət edək.
Hey!
Tahrandan gelmiş ziyalımız, edebiyat müellimi. Azerbaycanlı mı? Azra. Hürmetli kendisi, hanımlar, beyler, hamınızı sabahlayırım. Torres anamızdan üzü uyanan halkımız bəşəriyyətə çoxlu sayda hökümdar qadınlar, diplomat qadınlar, şair qadınlar qəşr etmiş. Bu tarixi ənənə tarix boyu davam etmiş ve bugün de Azerbaycan qadınının səsi yüksek kürsülerden gelir. Azerbaycan kadını dünyanın içtimai siyasi hayatında faal rol oynayır. Bugün yubileyine toplaştığımız hürmetli Hacı Azade Hanım belə hanımlardandır. Azade Hanım Azerbaycan edebiyatının, Azerbaycan mətbuatının, Azerbaycan şehrinin inşasında büyük hizmeti olan bir hanımdır. Onun milli ruhlu, mübariz ruhlu, vətənpərvərlik aşılayan yazılarını ve çıxışlarını dəfələrlə eşitmişik, okumuşuk. Azade Hanım'ın en büyük hizmetlerinden biri odur ki, o Borçalı gazetini təsis etti ve onun redaktörü oldu. Ve bununla da Azade Hanım Azerbaycan ve Gürcü edebiyatının yakınlaşmasında, beraber inkişaf edilmesinde büyük hizmet gösterdi. Ve aynı zamanda bu iki halkın dostluğunun kökenlenmesinde büyük rol olan bir andır. Ben burada iştirak edilen ve edilemeyen bakallar adından aynı zamanda Azade Hanım'ı şəxsən yaxşı tanıyan Ərzade Orucun adından onun bu güzel gününü, hoş gününü tebrik edirəm ve ona gelecek nailiyyətlər arzulayıram. Ərzade Oruc Azade Hanım'a bir şehir həsr edir. Bu şehrin tarihçesi belədir ki, bayaq Nizami müəllim çıxış edəndə qeyd elədi ki, Azade Hanım Məkkədə bizim yerimizə də dua okuyurdu. Ve aynı zamanda Azade Hanım Ərzade Oruca da belə bir mesaj gönderip ki, sizin əvəzinizə də dua okuyuram burada. Məkkədən gəlir səsin, halal et Azade Hanım. Əvəzində mən tək kəsin, dua et Azade Hanım. Yaxın etdin uzaqları, hikmət dolu o dağları, nuş eylə, zəmzəm suları, afiyət Azade Hanım. Niyət etdin, getdin haca, olsun başın daim uca, arzula nikbin oruca, ziyarət Azade Hanım. Bir daha təbrik edirəm və xahiş edirəm sizin icazənizlə bir kiçik hədiyəmizi Azade Hanım'a təqdim edək. Həkim. Çok küçüklü gelsin benim. Ne buyurdun? Çok küçüklü gelsin benim. Buyurun. Hoş. Hem orada İyi gidin, hadi gidin. Sağ ol. Sami gel. Buradan çıkan kimle oruçla danışır. Sen geleceğim danışır. Geçirdi. Devamlı bir o danışır. Sağ ol. Siz bakalda olmuşsunuz. Ben seferler oldum. Ben sizi çok güzel tanıyorum. Sağ ol. Sağ olun, çok sağ olun. Ben Aslan hakkında dəvət eləmək istəyirəm. Uzun müddətdir Çelyabinskdə yaşayır, ancaq ədəbiyyatımızın, şehrimizin en güzel
nümayəndələrindən biri də Aslan müəllim. Aslan müəllim, buyurun. Əliməm xanıma çox qulluq edəcəm də. Vuruldum. Mən Azada xanımı Jurgenral, yəni o dəfə məni Bəhram Mehdi danladı, yəni Qərbi Uralda yaşayan 100 minlərlə Azərbaycanlarından təbrik edirəm. Uzun ömür, can sağlığı, yaradıcılıq fövqəliyyətləri. Yaxınlarda Çelyabinsk Yazıçılar İttifaqında Ostrovik Karabel adında bir kitab bıraktılar. 50 nəfər şairi tərcüm edirlər, 50 nəfər şair. Yəni şairə şair. Və onların sırasında 10 dənə şeir də mənim tərcüm edirlər. Mənim dəvət edəndə hələ xəbərim yox idi. Sonra mənim tərcüməçimə söz verəndə mən də çağırdılar ki, biz sürpriz edəcək. Yergənə sən sağsan, həmin şairlərin içində Sereti ilə tərcüm edilmişlər və məni Azərbaycan şairi. Və orada başqa fotoğrafların xahişi ilə mənə dedilər ki, sən Azərbaycan dilində, xahişi ilə Rüzana dilində şeirlərimi oxuyasan, tərcüməçi mısın da oxusun. Mən öz dilimdə oxuyanda bir şairə qadın cavan. Məndən soruşdu ki, sizin Azərbaycanlı şairə qadınla varmı? Sən demə, yəni Çelyabinskdə varmı deyilmiş. Nə yaxşı, mənim əlimdə Region Press qazeti var, qazeti qarşısına qoydum ki, bəs bizim Məhsədi Gəncəlinin 9 illiyini Fransada keçirirlər. Doğrudan oxudular və fəxrlə dedilər ki, yox, siz məni başa düşün, biz deyirik burada, yəni Çelyabinskdə dedim, yox, bizim qadın şairimiz yoxdur, amma şairimiz var. Mən, bayaq, hacıdır, yəni din adamıdır, Allah canını sağ eləsin, mənim dinə böyük hörmətim var və bizdə Amor təşkilatı var, gənclər. Hansı ki, Leyla Əliyeva rəhbəri eləyir, məndən xahiş edir ki, orada olan tədbirlər siz də kömək edərsiniz. Bir gün bir tədbirdə mən çıxış edəndə bir cavan qız Medisinsk Akademiyanın 2-ci kurs tələbəsi öz bizim Borçalıdan gülmüş dedi ki, eləmi şair və aşıqlar şourgöz olur, belə bir cümlə tutuladı sözü. Başladım mən gülməyə və cavab verməyə. Dedim, qızım, biz şourgöz olmuruq. Biz şair, biz doğrudan gözəllərə baxırıq və fikirləşirik ki, görən gözəllər gözəlliyə qədər xoşbəxtdir. İndi Azərdə xanım gözəlliyə qədər görən xoşbəxt. Sağ olun. Bir şeylə də, yəni şairlərin bizim kollegiyanın hər şeyini uğrasalar, hər şeyini istirsələr də vətənimizi, torpağımızı, yeri gəlsə sevincimizi, gülüşümüzü amma xoşbəxtdik. Bizim heç kəs Allahımızı uğrayanmaz. Ona görə ki, özümüz də yerini bilməyik. Mənim oğullardan qorxum yox daha, gecəni gündüzə rahat yatmışam. Ümidlə baxsam da aydın sabaha nəyim var, həyatda uğurlatmışam. Mənim oğullardan qorxum yox daha, gizli nəyim varsa yerin satdılar, vicdanım qəlbimdə qalsa şaha qədələr meydanda at oynatdılar. Mənim oğullardan qorxum yox daha, alçaqdan, satqından qorxum yox daha. İstər gecə gündüz çaşam, yaynam. Özüm də yerini bilmirəm, vallah, mən öz Allahımdan çox arxaynam. Mənim oğullardan qorxum yox daha. Sağ olun, Allah qala sizdən, üstümüzdən hər şey olmasın da bizdən. Mən sizə söz verirəm ki, Allah qoysa burada nəylərimiz olacaqsa, hamısını Çelyabinskdə, cəmiyyətdə, Ozan cəmiyyətində hamısını maaşını etdirəcəyik. Elə də Svirnovda, Azərbaycan Kongresində. Şahin Şöysünün iştirak edirəm. Sağ olun. Sağ olun Aslan müəllim, sağ olun. Uzun ömür can sağ olun, sağ olun. Sağ olun. Salahın ziyalılarından Cabal Bediyevi dəvət edirəm və ondan sonra Nəsrin Cəfərov ifasında bir müsiki nömrəsinə yenə qulaq asarım. Salahın çıxışından sonra gəlin. Salahlı qurtum feyləsindir. Gözə rəqsili. Həsən müəllim, bizim dostumuz çox sağ olun, bana da söz verdiyinizə görə. Birincisi, icazə verin, Azərdə xanım başda olmaq şərtindən bütün nümayəndə heyətinə gözəl insanları salamlayayım. Burada əyləşən, burada dəvət olunmuş Borçalı ziyalılarını, gözəl insanları salamlayayım. Və Fazil müəllim, çox sağ olun. Həmişə olduğu kimi siz böyük tədbirlər keçirirsiniz. Yüksək səviyyədə keçir sizin tədbirlərinizin hamısı. Və bu gün də mən onu görürəm, mən sizə minnətdaram. Gün tarixi gündür, Borçalıda gözəl bir insanın, gözəl bir qadının yubileyi deməli keçirilir. Borçalı tarixinə bu düşür
Bu böyük hörmətdir. Ki, belə bir gözəl insan Borçalıdan adam olmuşdur. Vətənpərvər insandır. Xalqını sevən insandır. Yaxşı insandır, sadə insandır. Böyük tarixə malik bir insandır. Qabaqlar hərdən kitablar oxuyorduk. Kitablardan bilirdik. Ama bu günləri internet Hasan. Valla mən mətəl qalıram bu insanın enerjisindən. Baxıram, hərdən oxuyuram. Nə qədər əsərləri var bu insanın. Nə qədər enerjiyə malik olan insandır. Nə qədər sadə insandır, nə qədər vətənpərvər insandır. Nə qədər yaxşı insandır. Azada xanım, sizi Borçalı xalqı çox sevir. Nəyə görə çox sevir? Ona görə ki, sizin qəlbiniz həmişə Borçalı ilə döyünür, həmişə Borçalı ilə siz çox maraqlanırsınız və böyük bir media qurumuna rəhbərlik edirsiniz. Sizin ətrafınızda olan o, sizə sadiq olan insanlara da mən çox sağ ol deyirəm ki, sizin ətrafınızda güclü dururlar. Siz nətər Borçalı xalqına sadiqsiniz, sizi çox sevirlərsə də, o cümlədən doğmasınız Borçalı xalqına, o cümlədən mənim ailəmə də siz doğma insansınız. Mən sizi təbrik edirəm yüklüyə görə, büyük günə görə. Sizə mən uzun ömür arzu edirəm. Arzu edirəm ki, siz çoxlu yaşayasınız və ömrünüzün axırına qədər bu enerji sizdə həmişə qalar. Və arzu edirəm ki, bizim həmvətənlərimiz, Azərbaycanda yaşayan həmvətənlərimiz sizi kimi vətənpərvər olsunlar. Siz qocalara sahib çıxırsınız. Siz kasıqlara sahib çıxırsınız. Siz o kasıb bu gücü çatmayan insanlara sahibkarlıq edirsiniz. Camal, tək əldən səs çıxmaz. Bax, sənin bacın Zərqələm, sənin bacın oğlu Elşən Əliyev. Bax, burada gördüyün bu komanda olmasa, mən nə uşaq evinə gedə bilərəm, nə qocalar evinə gedə bilərəm. Sağ olun. Mən ona görə elə fürsətdən istifadə edeyim, bu sadaqalar da burada var. Bilsinlər ki, Zərqələm həmişə mənim sol tərəfimdə, ürəyimə yaxın yerdədir. Çox sağ olun. Mən bir daha təbrik edirəm sizə. Ailə xoşbəxtliyi arzu edirəm, uzun ömrü arzu edirəm və arzu edirəm ki, bir də tədbir yox, indi bir oğlumuz var, onun da deməli toyunu Allah birinci sizə qismət eləsin. Sonra da indi burada olan insanlardan kimlər də dəvət olunacaqsa da onlara da deməli arzu edirəm. O cümlədən gəlin ki, özümə də arzu edirəm. Özümün adımdan təbrik edirəm, ailəmin adından təbrik edirəm sizə və sağ olun, Azərqəlam. Məndən sonra da istəyirsən bir kəlmə də sən deyinə, sağ olun. Camal bəy, mən sizə bunu verim. Sizə mən diplom mütləq göndərəcəm. Sağ olun, sağ olun. Çox sağ olun. Çox təşəkkür ederim. Mənim əzizlərim, Borçalı qardaş və bacılarım, Borçalı ata və analarım, Borçalının qeyrətli oğulları. Mən bu vətənə üzümü tutub bugün gəlməkdə, birinci mən Azədə xanıma minnətdarlığımı bildirirəm. Bu onun təşəbbüsü olub. Bu onun dediyi sözlər olub ki, biz bugünün 50 illiyini öz torpağımızda, öz el obamızda, öz xalqımızla birlikdə keçirməyini qərarlaşdırıbdır. Mən demək istəyirəm ki, Borçalı xalqı, biz Azərbaycanlılarla birlikdə, biz hər ikimiz, vətən oğulları, hər ikimiz eyni millətik, eyni qardaşıq. Mənim ətrafımda gələn, Azədə xanımla Borçalı elinə üst tutub gələn bütün bu kollektivimizə minnətdarlığımı bildirirəm. Bütün bizimlə bu uzaq yolu gələn hər birinə minnətdarlığımızı bildirirəm. Borçalı xalqı, qarşıdan gələn sizin Novruz bayramınızı ürəkdən təbrik edirəm. Həmişə qeyrətli olun, həmişə cəsur olun, həmişə biz sizinləyik, biz sizinlə addımlayırıq. Mən Azədə xanıma onu demək istəyirəm ki, bugünkü günündə
Azərbaycanın və Gürcüstanın Həcər qızı səni təbrik edirəm və çox sağ olun. Nasıl geçti?
mübarək eləsinlər. Mən Zərəngiz xanım dəvət edirəm mikrofona. Azərtacıq xüsusi müxbiri şairə Zərəngiz Dəmirçi Qayalı. Xahiş edirəm, darıxmayın. Həm musiqi nömrələrimiz olacaq, həm də çıxışlarımız olacaq. Eşq olsun, eşq olsun, eşq olsun. Bu çıxışı ancaq belə demək olar ki, eşq olsun bu insanlara ki, bu cürə bizə coşku verdilər. Nizami deyir, eşq düşsə daşın da qəlbinə əgər, gövhərdən özünə məşuq düzəldər. Kəhrabanın eşqə düşməsə canı, elə cəzb etməzdi quru samanı. Maqnit olmasaydı eşqin əsiri, çəkməzdi özünə dəmir zənciri. Yəni, eşq olan, ruh olan insanlara, Borçalılara eşq olsun. Əzizlərim, mənə icazə verin, Azərbaycandan gələn nümayəndələr adından Azərbaycan-Gürcüstan dostluğunu alqışlayın və Azərbaycan-Gürcüstan dostluğu fonunda bizim əzizimiz, hamımızın əzizi Fazil müəllimin rəhbərliyindən bu gözəl günü bizə bəxş elədiyi üçün bu kollektiva, bu xalqa, bu yerə çox sağ ol deyin. Çünki bizim həm həkim, həm alim, həm pedagog, həm şairə bacımız Azadə xanım bu haqqı onun halal haqqıdır. Çünki onun yerə ən sakit məclisləri belə keçir. Mən bunu tam məsuliyyətimlə deyirəm. Azərtacın müxbiriyəm. Bu xanımın 26 fevral ad günüdür. Heç bir vaxt əzizlərim o ad günü keçirmir. Körpələr evində, qocalar evində, kimsəsiz uşaqlarla, bəlkə 700-ü keçibdir. Mən bu tədbirləri ildə bir neçə dəfə xanımın öz böyük ürəkliyindən, öz səxavətindən, mən bəzən deyirəm, ilahi, bu insana maşallah nə qədər eşq veribsən, bu insana nə qədər səxavət veribsən, bu insana nə qədər ürək veribsən, vətənpərvər ürək. İndi bugün mən ona tərcib eləmədim. Çünki bu qızın bir əmsi oğlu şairdir. Bir əmsi oğlu müğənnidir, muğam ustasıdır. Bir xalası oğlunu görmüşdüm, aşıqdır. İki xalası oğlu və xalası qızı inci gözlərini göstərdi Camalla bizim zərgələn. Və gözəl şairimiz 2 dənə şeir oxudu. Demək, bu nəsildə var. Bu nəsil bu qızı yetirib. Eyni zamanda qədim, qaim, böyük Borçalı torpağı, Azərbaycanın soy kökünü tanınmasında, bilinməsində Borçalı gidlərinin, Borçalı xalqının böyük xidməti olubdur. Tarixi bir torpaqdır bura. Eyni zamanda Borçalı, Qazaq Şəmsəddin mahalı vaxt olub ki, Şəmsəddin sultanlı olub. Mən Qazaqlıyım, onun Borçalıları bir belə sevirəm. Fazil müəllim bayaq dedi ki, bu günü biz sizə bəxş elərik, yəqin ki, bu nəsə bir şeydə əks olunacaq. Siz buna 100% əmin olun, Fazil müəllim. Mən 2 il bundan əvvəl həmin bu xeyriyyəçi xanımın təşkilatçılığında Armutlu yaylarında Elət bayramında olmuşam. Borçalı xalqını ilk dəfə mən onunla tanıdım. Bu xalqda maşallah olsa nə qədər ruh var, nə qədər özlük var. O məndə elə bir əks-səda yaratdı, o məndə elə bir hisslər oyatdı ki, mən məcbur oldum bir yox 2 şeir yazdım bu xalqa. Və onu mənim Nizami qardaşım. Nizami Məmmədzadə, siz haqlı olaraq ona diplom verdiniz. O daha böyük adlara mənəqdir, mən sizə təşəkkür edirəm. Mən arzu edirəm ki, Gürcü xalqına, Gürcü millətinə onun əməyini qiymətləndirsin. Və burada oturan 2 xanımımız var. Ketəbani xanım və Amər xanım. Onlara dərin minnətdarlığımı bildirirəm. Çünki Gürcü xalqınla Azərbaycan xalqı tarixən dost olurlar. 2-ci İraqlı. Mən hələ Molla Pənah Vakif dövründən, İbrahim xanın dövründən danışırım. 2-ci İraqlı, Tamara. Bizdə dərslik kimi. Gürcü çariçası, Tamara xanım. Qəhrəman bir xanımdır, siz ona heykəl də qoyursunuz. Mən Şahanımda atamla Tiflisə gəlirdim. Dedim, o qadın kimdir? Dedi, o Gürcünün qəhrəman xanımıdır, Tamara xanım. Və həmişə Gürcü xalqından Azərbaycan xalqı dost olur. Sizin timsalınızda və Azadə xanımın timsalında bugün mən bu dostluğu, bariz nümunəsini gördüm və sizə minnətdarım. Çox sağ olun ki, bizim bu gözəl xanıma bu cürə qiymət verdiniz. Mən sizə təşəkkür edirəm. Sağ olun. Əzizlərim, mən o Armutlu yaylağında Fazil müəllim demiş, hansı bir
nəşəti duymuşdumsa, mən Borçalıya anam Borçalı deyə yazdım. Çünki Borçalı da çox anaların anasıdır, amma mən də o Borçalı qızlarını özümə doğma bildiyim üçün, analarını özümə ana bildiyim üçün anam Borçalı şeyini yazmışam. İcazə versəydiniz yorulmuşsunuz. Düzdür, bir dənə o Nizam müəllimi seçib bu Günəş jurnalında, belə Günəş qəzeti, belə bir qəzeti var idi. Mən arzu ederim ki, ona maliyyə dəstək olsun. O bu gözəl qəzeti Fazil müəllim. Bu həqiqi günəş idi. Gürcistan bağrından Azərbaycana doğan bir günəş idi. Və sizə mən çox belə minnətlər olarım ki, bu dayanmasın. Bu çox böyük bir missiyanı yerinə yetirir. Bu, onun iki xalqı mənəvi körpüsünü yaradır bu qəzetlə. Ona medal düşür. O qəhrəmandır. O həm də ədibdir, şairdir, ziyalıdır. Və mən indi bu kürsüdən istifadə edib, 2 ildən sonra ona həm şeirimi çap edər, nəşr edər üçün təşəkkür ederim, həm də o şeiri sizin diqqətinizə çatdırırım. Borçalım. Getdikcə uzandı uzanan yollar, ey qədim torpağım, ey gözəl diyar. Sanki bir anasan açdığın qollar, sarıldı boynuma anam Borçalım, çəkilsin başından duman Borçalım. Ocağın da doğma, odun da doğma, yaxının da doğma, yadın da doğma. Güldən şirə çəkdin, dadın da doğma. Gəl ol dərdlərimə dərman Borçalım, çəkilsin başından duman Borçalım. Ətirli otların bir təbib loğman, baxcanda güllərin dərdlərə dərman. Doğmaya, yaxına söylədin can. Övladın olmasın peşman Borçalım, çəkilsin başından duman Borçalım. Gündöyən çiçəkdən bal yığararın, minnəğmə söyləyər qırçıl suların. Tükənməz sərvətin, tükənməz varın. Qucağın var, yatır, ümman Borçalım, çəkilsin başından duman Borçalım. Sənə alqış deyir ulduzlar aylar, şeirdi çeşmələr, nəğmədi çaylar. Nağıldı bağlarda alma heyvanlar, bar verən bağlara barban Borçalım, çəkilsin başından duman Borçalım. Tərlanlar qıy vursun asimanında, bülbüllər oxusun gülüstanında, köhlənlər şişirəsin gem meydanında, sevinsin təbili çalan Borçalım, çəkilsin başından duman Borçalım. Dinsin qaradırına, qaynasın ürək, dil açsın qəlblərdə min arzu dilək, gülə gül yaraşsın çiçəyə çiçək, açılsın ayna tək səman Borçalım, çəkilsin başından duman Borçalım. Çalınsın təbilin, oynasın qanım, dumanın telindən gəlsin nişanım, durnanın telindən gəlsin nişanım, başına döndüyüm Azərbaycanım, budur sənin doğma balan Borçalım, çəkilsin başından duman Borçalım. Gəlin tək atlas don gördüm əynində, gül üzlü körpələr bəslə boynunda, namət qurulsundan, düşmən oyunundan, gəl olma ürəyi sınan Borçalım, çəkilsin başından duman Borçalım. İgidlər at çapsın, nəmərin alsın, gözəllər çəmənə xalalar salsın, Zərəngiz yazdı ki, yadigar qalsın. Sığmayır qoynuna cahan Borçalım, yox olsun başından duman Borçalım. Sözü verək musiqiyə Səyid Nur Təbrizi. Mən sizin icazənizlə özümün kitabımı və elə həmin bu qəzeti verim bizim əzizimiz Fazil müəllimə. Qəzetə baxın, tezcə yadına düşsün ki, Nizam müəllimə kömək edin. Təşəkkür edirəm size. Sağ ol. Bu verir oranın. Səyid oxuyur da. Canlı oxuyur. Canlı oxuyacaqsın. Hansı mikrofon? Korkmasan buraya gelmezsin. Kışkışa kulağımız öleceğim. Korkmasan ki buraya İlahi yalan bana
özünü seyle ilahi Çok sağ olun Reis Bey, çok sağ olun. Gel, yorulur musunuz içeri? Gel Elvira Mahan kızının ifasında bir şehre kulak alsak. Ondan sonra siyasi bir müzik nömrəsine kulak alsak. Sonra da Azade Hanım'ın hesabatına kulak alsak. Göre bu 35 ilde borçalı ne getirir? Əzizim Azade xanım, sizin 50-lik yubileyiniz münasibətindən sizi ürəkdən təbrik edirəm. Mənim canım, qanım qədər, nəfəsim qədər sevdiyim Borçalı yurdunun evlatlarını, bura yığılan ziyalarının hər birini bayram münasibətindən təbrik edirəm. Və bu gün mənim çox xoşbəxt günümdür, çox şərəfli bir günümdür ki, mən illərlə, ailərlə arzuladığım bu arzuya çatmışam ki, bugün çox sevinirəm ki, hamısı ürək sözlərini Azadə xanım tərənnüm edirlər, ürək sözlərini deyirlər. Azadə xanım buna layiqdir, həqiqətən də ana olub, bacı olub, dar günlərdə həmişə dayaq olub. Onu da deyim ki, Azadə xanım həkimləri təhkimləşdirmə institutunda fəlsəfə doktorudur. Qafqaz İctimai Media Birliyinin sədridir. Gözəl həkimdir, gözəl jurnalistdir, gözəl şairədir. 9 dəfə həcc ziyarətində olub, 30 kitab müəllifidir. Bunların ən başlıcası Azadə xanım insanpərvər, insan bir qadındır, insanpərvər duyğularında çox böyükdür. Buna görə də mən Azadə xanıma böyük təşəkkür edirəm. Minnətdaram ki, yetimxana evlərində nə qədər tədbirlərin təşkilatçısıdır, nə qədər insanlara yardım eləyib də. Öz ürək sözlərini şeirlə istəyirəm, bildirəm, ona şeir həsr eləmişəm. Mən Azadə xanımın 40 yaşı tamamlananda ona bir kitab həsr eləmişdim. Ürək münasibətindən bir poema yazmışdım. 50-lik münasibətindən də poema həsr eləmişəm. Amma burada tam başqa bir şeirimlə istəyirəm ki, onun qəlbini sevindirəm. Sevdası xoş, sabahlısan. Sən Borçalı soraqlısan, çağlar, qaynar qulaqlısan. Bəzəyisən bu dünyanın Hacıyə Azadə xanım. Məsləyin həcc ziyarəti, yaşadır eşqi, niyyəti, qorumuşsan ülviyyəti hamıya, qaynayır qanım Hacıyə Azadə xanım. Hər bir kəsin öz aləmi, könlündə
yaz aləmi, ucaldacaq söz aləmi çiçəkləyir, eşqin, kamın, Hacıyə Azadə xanım. Yaraşıqsan bu dağlara, qönçələnmiş butaqlara, nəğmən düşüb dodaqlara, yaşadacaq bu ilhamı, Hacıyə Azadə xanım. Sən Allahdan güc almısan, haqq yoluna ucalmısan, məhəbbətdən bacalmısan, şərəflidir adın sanın, Hacıyə Azadə xanım. Həkimlikdə şəfalısan, etibarlı, vəfalısan, insanlıqda ziyalısan, şiirim, nəğməm, öz dastanım, Hacıyə Azadə xanım. 50 yaşın mübarəkdir, duyğuların gül, çiçəkdir, ömür xoş bir gələcəkdir, mahal qızı söz manım, Hacıyə Azadə xanım. Arzularla 100 il yaşa, həyat özü bir tamaşa, misalından könül duşa, şərəfli dadın sanın, Hacıyə Azadə xanım, Hacıyə Azadə xanım. Sizə bu şərəfləşinizdə böyük müşərriyyətlər, uğurlar arzulayıram. Onu da demək istəyirəm ki, sizin haqqınızda gözəl yazılar yazmışam, məqalələr Sözün İşığı qəzetində yaxınlarda işıq özü görəcək və Meydan jurnalında sizin haqqınızda gözəl bir yazı hazırlıq görmüşəm. İnşallah. Sağ olun, sağ olun. Mən istəyirəm bir dəqiqə bizim qonaqlarımızı sizə təqdim edəyəm. Deməli, Zərəngil xanımın çıxışına qulaq astıq. İqtisad Universitetinin dosenti Nailə xanım Yusif qızı. Ayağa qalxsınlar, gələnlər də görsün. Həkimləri təkbirləşdirmək institutunun dosenti Natiqə xanım. Həkim eyni zamanda Azadə xanımın rəfiqəsi Fatihə xanım. Çox güman ki, biz onun ifasında mahnəyə də qulaqsınlar inşallah. Beynəlxalq Qadınların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Tərənə xanım Namazova. Biz bundan sonra siz səsimizi eşidəcək inşallah mikrofona dəvət edəcək sizi. Jurnalist Dürdanə Hümbətova, rejissor Elgün Seyidzadə, Zəhmətimizi çəkir. rəssam xanım Əhmədova, Dərbənddən bizə təşrif buyur dramaturg, şairə Bikər xanım Əlibəyova, Moskvadan qonaq gəlmiş Qaradağ Cəmiyyətinin sədri Almaz İsayeva və Rus dilli jurnalist İradə Musabəyeva. Hamınızı salamlayırıq, hamınız xoş gəlmişsiniz.